Doğma simalar yenidən mənim Sabah xeyir Tofiq. artıq səsləri də eşitdim. Sənan və sən hətta baxmasan da artıq səs tembrlərini tuta bilirəm. Bu artıq musiqiçi qulaq yaddaşıdır. Dostlar, necəsiniz? Yaxşısınız? Yaxşıyıq, sən necəsən? Yaxşıyam, Maşallah, gözəl. par parıldayırsan studiyada. Beynəlxalq Günəş günündə mübarək, işıqlı insanlara eşq olsun. Beynəlxalq Günəş günüdür bugün. Bax, Bəli. bunu yaxşı dedin. Doğrudan ki, günəş kimi saça biliriksə tamaşaçılar üçün bundan gözəl xoşbəxtlik nə ola bilər? Əladır. Bir deyin görüm, günəş kimi saçan mövzunuz da varmı ortalıqda yoxsa? Ağıllı kənd layihəsindən danışacağıq. Əla. Hamı üçün maraqlıdır. Mətbuatımızda, televiziya və radioda bu adı tez-tez eşidirik. Ağıllı kənd. Amma nədir, hansı formada tətbiq olunacaq? Tam ətraflı bir neçə saniyədən sonra. Söz sizdədir, buyurun dostlar. Təşəkkür. Və tamaşaçılarımız üçün də bir daha qonağımızı təqdim edək. Qonağımız Əkbər Abbasov, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Elm və İnnovasiyalar Mərkəzinin rəhbəridir. Əkbər müəllim, xoş gördük bir daha sizi. Bir daha xoş Az öncə gördük. salamlaşmışdıq, amma tamaşaçıların qarşısında Tamaşaçılar da da sizi salamlayırıq. tanısın. Əkbər bəy, ağıllı kənd layihəsi nədir? Hansı formada tətbiq olunacaq? Çünki yeni bir termindir bizim üçün. Buyurun. Bir də üzr istəyirəm. Bunu mütləq deməliyəm. Gəlin sadə dildə danışaq. Nəyə görə? Çünki ağıllı kənd layihəsi ümumiyyətlə özündə elə terminləri özündə Ehtiva edir ki, o terminləri heç də hər kəs başa düşmür də. Sadə dildə vətəndaşların izahı, Aydındır. Mən o asan terminlərdən olsun. istifadə eləsəm belə, o terminlərin ümumiyyətlə mahiyyətini çalışacağam ki, tam olaraq açım Əla. və hamıya aydın olsun. Ağıllı kənd ümumiyyətlə termini bu Smart Village deyilən, bu ümumiyyətlə dünyada yeni bir termin deyil. Təbii ki, biz az ingilis dilində bilən adam da bunun tərcüməsini rahat şəkildə nə olacağını təxmin edə bilər. Bəs Azərbaycanda biz bu məsələyə necə yanaşırıq? Məlum məsələdir ki, layihə nəzərdə tutulub işğaldan azad olunan Zəngilanın 1-ci, 2-ci və 3-cü ağılı kəndlərində pilot şəklində. Pilot layihə kimi hələlik nəzərdə tutulub və layihə çərçivəsində biz əsas 5 komponent üzrə bu ağıllı idarəetmənin tətbiqini nəzərdə tuturuq. Bu birinci təbii ki, ağıllı sistemlərdən yaşayışın içində olmasıdır. Həmçinin istehsal sahələrinin ağıllı texnologiyalarının tətbiqidir. Daha sonra sosial xidmətlərdə ağıllı texnologiyanın tətbiqi, ağıllı kənd təsərrüfatı xüsusilə və alternativ enerji mənbələrindən maksimum şəkildə istifadənin təmin olunması. Yəni layihəyə mən sizə belə bir yöndən giriş verdim. Düşünürəm ki, dediyiniz kimi mən çox hələ ki terminlərdən istifadə eləməmişəm. Bunlar əsas komponentlər Bəli, əsas komponentlər hesab olunur. Çox yaxşı nazı toxundunuz. Baxın, gəlin belə eləyək. Əgər bu kəndlərdə ağıllı kənd layihəsi tətbiq olunmasaydı və dövlət başçısının sərəncamı ilə onsuz da ki, bütün işğaldan azad olunmuş ərazilərimiz infrastruktur bərpa olunur, orada digər xidmətlər bərpa olunur. Normal şəkildə biz alışdığımız formada bərpa olunacaqdı. Yol çəkiləcəkdi, evlər tikiləcəkdi, o xüsusi kommunal qovşaqlar qurulaşdırılacaqdı, qaz, işıq, su təmin olunacaqdı həmin kəndlər. Bax, ağıllı kənd layihəsinin bu normal bizim alışdığımız layihələndirmədən fərqi nədədir? Bir çox fərqləri var. Mən sadəcə olaraq fərqlərin sayı o qədər çoxdur ki, hansından başlayacağımı hələ qətiyyən. Ürəyiniz hansından istəyir ondan Yəni Bir başlayın. siz ikisini artıq- heç olmasa deyin. Bəli, mənə bir fikir verdiniz. Qaz, işıq, Qaz, işıq, su bundan başlayır. Çünki əsas olan və kommunal mənə bu xidmətlər. qaz dediyimiz artıq bizə enerji, istilik ifadələrinə yaxınlaşdırır və alternativ enerjini mən 5-ci komponent kimi biraz əvvəl qeyd etdim. Təbii ki, bu kəndlərdə karbon emissiyası minimum səviyyədə sıfıra yaxın nəzərdə tutulub. Bu həm sərfəlidir, həm səmərəlidir. Həm də sağlıqlıdır. Həm də sağlıqlıdır. Çünki onlarda gələcək perspektivdə ekoturizmin qurulması nəzərdə tutulub. Təbii ki, bizim yurdumuzun bütün kəndlərində təbii şərait, hava yaxşıdır, amma onu daha yaxşı eləmək hər zaman mümkündür. Ona görə də birinci komponent mən 5-cini birinciyə keçirəm bu qazdan yola çıxaraq. Məsələn, tam şəkildə alternativ enerjinin istifadə. Alternativ enerji deyəndə ağlımıza nə gəlir? Birinci, bu gün də günəş günü. Beynəlxalq günəş günü, günəş enerjisi. Günüdür. Yəni ola bilməz ki, bizim ağlımıza günəş gəlməsin. Birinci günəş gəlir ağlımıza və orada təbii ki, bizim üçün günəş panelləri bir yenilik deyil, amma texnologiyanı biz imkan olduqca təqib edirik. Günəş panellərinin özündə də yenilənmələr olur və ağıllı kənddə tətbiq olunan günəş panelləri ən son texnologiyanı, ən son səmərəni özündə ihtiva edən günəş panelləri olacaq. Hansı ki, bu həm mənzillərin qızdırılması, suyun qızdırılması və s. texnologiyanın istehsal sahəsinin işlənməsi və s. Yəni qısa olaraq günəş panelləri vasitəsilə bizim daimi günəşimizdən alacaqsınız enerjini və o kənddəki evlərin isidilməsi üçün, evlərin işıqlandırılması üçün istifadə edəcəksiniz. Enerjini hara istifadə etmək olarsa, Ora istifadə. bir, gəlin yazaq, vergül qoyaq bunun ətrafında. İkinci məsələ, burada su elektrik stansiyaları, o da ekoloji təmiz enerji mənbəyi kimi istifadə olunacaq və burada qardaş Türkiyə Respublikasının bu sahədə çalışan şirkəti Arximed qurğusu, Arximed vinti vasitəsilə enerjinin əldə olunmasını həyata keçirəcək və bunu da qeyd edeyim ki, təbii ki, bizdə artıq çox yerlərdə biz görmüş alternativ enerjinin istifadə olunur. Həmişə bir sual yaranır ki, bu artıq enerjini hara sərf eləmək olar? Düşünürük ki, o artıq işin necə lazımsız tərəfidir ki, enerji
enerji artıq istehsal olunur, buna ehtiyac yoxdur. Amma yəni son dəyişikliklərdə, qanunverici dəyişikliklərdən sonra artıq alternativ enerjide də əlavə enerji istehsal edən şəxslər onu şəbəkəyə geri olaraq bir əmtəə kimi satmaq, həmçinin onu toplanan enerjini ölkə xaricinə ixrac etmək. Yəni burada artıq kənddə tək kənd təsərrüfatı məhsulu yox, alternativ enerji məhsulunun ixracı üçün şərait yaranıb. Bir də Əkbər müəllim, Yəni. sadə fermerə nə verəcək bu? Bəli, sadə fermerə əslində kənd təsərrüfatı ilə məşğul olan bir şəxsin iki məqsədi ola bilər deyə düşünürəm. Yəni bu mövzuya aid olaraq. Daha çox məhsul və daha keyfiyyətli məhsul və üçüncü məqsəd də ola bilər ki, Yaxşı bu gəlir. Təbii sadəcə Məhsuldan gəlir olacaq. Bu gəlir onların əsasında formalaşır. Yəni Məhsul. Yaxşı məhsul. hasildir. Yaxşı məhsul yaxşıdır, həcmi çoxdur. Gəlir də çox olacaq təbii ki və daha səmərəli çalışmaqla. Eyni məhsulu təbii ki siz 24 saat deməyim, gündə 18 saat çalışıb kimsə bütün əziyyətini təsərrüfata qoya bilər. Amma əgər biz ağıllı bir sistemləri qurmaqla eyni işi daha az saat həyata keçirib və daha səmərəli başqa işlərlə məşğul ola biliriksə, təbii ki seçimimiz ağıllı kənd təsərrüfatı. Əkbər bəy, biz davam eləyəcəyik radio dinləyiciləri üçün, amma televiziya tamaşaçıları üçün indi sağollaşmalıyıq. Tofiq, eşidirsənmi bizi? Mən əksinə deyərdim, davam eləyin, amma reglamentə görə. Amma çox şadıq ki, dinləyicilər sizin bu ağıllı söhbətlərinizi, ağıllı kənd haqqında olan söhbətlərinizi dinləyəcəklər. Təşəkkür edirik. Təşəkkür edirik. Özünə müğayət ol. Minnətdarıq.